Salam, hörmətli izləyicilər. Mikayıl Müşfiq haqqında sizə qısaca məlumat vermək istəyirəm. Mikayıl Müşfiq 1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. 6 aylıq olarkən anası, 4 yaşı olarkən isə atası dünyasını dəyişmişdir. Hazırda onun adını daşıdığı 18 saylı məktəbdə o dövrlər müəllimlik etmişdir. Mikayıl Müşfiq Süleyman Rüstəmin Oxuma Tar şeirinə cavab olaraq Oxu Tar şeirini yazmışdır. Və beləliklə də ona qarşı o vaxt kampaniyaları başlayır. Yazıçılar İttifaqının iclaslarında və dövrü mətbuatda onu kəskin tənqid edirlər. Onu deməli Müsavat Partiyasının Gənclər Təşkilatı ilə əlaqədə və o cümlədən də Sovet hökumətini tənqid etməkdən onu günahlandırırlar və ona görə də 1937-ci il 4 iyunda ad günündən bir gün əvvəl onu evində həbs edirlər və 20 dəqiqəlik məhkəmə zamanı ona güllələnmə hökmü verilir. Nargin adasına gətirilir və Nargin adasında güllələnərək deməli dənizə atılır ki, qəbir yeri bilinməsin. Həyat yoldaşı da həbs olunur. Dilbər xanım deməli 1939-cu ildə artıq o xəstə olduğu üçün deməli azadlığa buraxılır. Bir bacısı Böyük xanım həbs olunmamaq üçün öz evində özünü yandırır. Digər bir bacısı Balaca xanım isə deməli 6 il müddətində Arxangelskə sürgün edilir. 1956-cı ildə Mikayıl Müşfiq bəraət aldıqdan sonra Azərbaycana qayıdır. Mikayıl Müşfiqin qardaşı Mirzə isə övladları ilə birlikdə deməli itkin düşür, tapılmır. Allah hamısına rəhmət eləsin. Kanalıma abunə olmağı unutmayın.